beyin konstruktiv olaraq müxtəlifdir hər kəsdə. Elə adam var, uzaqdan budaq kimi görür. Elə adam var, bütün xırda kaplyarlara kimi. Necə ki, rəssam rəsm əsərini çəkər. İnsan da elə. Eləsi var ki, yalnız uzaqdan ağac kimi qeyd eləyər, üstündə deyərsən ağac şəkli çək. Uzaqdan ağac şəkli çəkər, üstündə 10-15 yarpaq. Elə adam rəssama deyərsən, xırda kaplyarlara kimi, vətərlərə kimi, hardan Fibonacci sabiti ilə parçalanıb, bölünüb, xırdalığına kimi. Və əgər sən elə xırdalığına kimi gedən adamsansa, təfəkkürün o qədər inkişaf edibsə, sən işin heç vaxt qutarmayacaq. Sən nəysə bir iş görməyə başlasan ki, bu budağı təmir eləməyə, düzəltməyə, sən şuurun burada başqa bir şey görəcək, bura nəzər salacaq, nə işi bura və bütün sənin həyatın da, ömrün də belə. Yəni, o göz beynin bir hissəsi olduğu kimi, görmə birbaşa beynin funksiyası olduğu kimi, biz hara kimi görə biliriksə, ora kimi də rəftar edirik, davranışlarımız, hərəkətlərimiz ümumiyyətlə gün ərzində olsun, ömür ərzində olsun. Və əgər sən dərin adamsansa, bütün xırdalıqları görürsənsə, sənin heç vaxt işin bitməyəcək, fəaliyyətin bitməyəcək. Bu görmə, beyninin görməyi səni məcbur eləyəcək ki, daha dərinliklərə gedəsən, istəyir adi damı yığışdırmaqda olsun, avtomobili təmir eləməkdə olsun və yaxud da ki, bir ömür boyu.